Esselamu Aleyküm ve Rahmetullah. İndiden deyirəm. 32 sot torpaqla ev bir yerdə cəmi 35 bin manat. Diqqət, əlyanı təcili satılan bir evdə bir daha demək istəyirəm ki, 32 sot torpağı olan ev cəmi 35 bin manata. Bismillah deyib mən nə edəcəm? Ətraflı göstərəcəm. Balakən şəhərinin Hənifə kəndində düz mal bazarının qarşısından yol girir. Cəmi 150-200 metr məsafəsində qəşəng həyət evimiz var. Qarşısından asfalt keçir və ən əsası marşrut, taksi, hər bir şey keçir. Qazı, suyu, işığı, interneti, hər bir şey var. Baxın, belə yolu göstərirəm. Baxın, düz bu yol, bax marşrut da, bax marşrut da buradan keçir. Bax, gördünüz. Evimiz budur. Deməli, 32 sot torpaq, qazı, suyu, işığı, interneti, hər bir şey də var. Cəmi 35 bin manat. Mən gelib inşallah ətraflı, hər tərəfli göstərəcəm. Deməli, belə dəmir, bahalı, baxın qalın. Hasarı, dəmir qapıları necə lazımdır. Girim həyətə inşallah. 32 sot torpaq tam qupçalı, tam sənədlidir. Yəni bütün sənədləri mövcuddur. Baxın, belə göstərim. İçərisində 20 dənə fındıq ağacı da var. Qəşəng belə meyvələri də var. Evin içi də qəşəng təmirlidir. Mən bunu demək istəyirəm ki, evin içərisində sanitar qovşağı və sanuzeli var. Həyətdə də sanitar qovşağı var. Yəni evin içində hamama ayağı olsun, belə deyim ki, biləsiniz. Hamama ayağı olsun da var. Deməli, girişə sağ tərəfdə bura belə bölünüb. Xırda təsərrüfat üçün, yəni toyuqçanın baxılması üçün belə yer kəsilibdir. Orada kiçik toyuqları salmaq üçün hindi. Gedirəm inşallah. Bağda göstərəcəm, evin içərisində göstərəcəm. Bu da evin öndən görüntüsüdür. Evin içi tam yaşayışa uyğunlu, təmirlidir. Bu da həyətdə sanitar qovşağıdır. Belə göstərirəm. Baxın, belə geniş, geniş. Tək qardaşlar, bacılar, tək. Torpağımız elə özü 30 min edir. Fərz elə mən sənə 5 minə də ev pay verirəm. Yəni, baxın, belə göstərim. İnşallah. İçərisində 20 dənə fındıq ağacı da var. Qəşəng. Çox geniş torpaq sahəsi var. Yəni, 32 sotla ev 35 mindən yoxdur belə bir satış. Yəni, biz belə deyək ki, bazar qiymətindən qat-qat aşağı verəcəyik inşallah. O başa qədərdir. Baxın, o başda gedir. O başda qonşunun aralığında setka var. Belə göstərirəm. Keçirəm inşallah evin içərisini göstərməyə. Daxil oluram evə. Bir daha demək istəyirəm ki, 32 sot torpaqla bu ev 35 min elə bir ki, mən sizə evi pay verirəm. Belə göstərim. İnşallah girirəm içəri. İçəri girişdə belə bir dəhliz. Kiçik bir dəhliz. Bismillah. Girişində ən əsası, baxın, qəşəng, qalın qapıları. Bismillah. Girişdə çox gözəl, belə səliqəli, baxın, bir dənə mətbəx kimi istifadə olunur. Mətbəxi belə mən göstərim. Görün yer, qəşəng, necə lazımdır. Belə göstərirəm. Elə bir ki, salon, mətbəx bir yerdə dizayn olunubdur. Çox gözəl, qutu kimi, xudmani ev buna deyirlər, qardaşlar, xudmani bir ev. Girişdə sağ tərəfdə çox səliqəli bir dənə yataq otağı. Baxın, belə göstərim. Yataq otağımız var. Yoxdur belə bir qiymət. 32 sot torpaq bu evlə bir yerdə 35 mindən su qiyməti demək olar ki. Həqiqətən ucuzdur. Keçirəm, bir daha belə salonu belə göstərim. Quruq eləyəcəm inşallah. Baxın, belə göstərirəm Allahın izni ilə. Deməli, bu başda belə deyim ki, sanitar qovşağı və sanuzeli bir yerdədir. Belə göstərim. Bunu qeyd eləmək istəyirəm ki, buranın kafeli bütün təchizatı alınıb hazırdır. Sadəcə nə etmək lazımdır? Bura usta tapıb yerləşdirmək lazımdır, yəni yapışdırmaq lazımdır belə. Ayağı olsa içəridədir. Bütün konstruksiyası qoşulub. Dediyimiz kimi bütün kafeli, hər bir şey hazır alınıbdır. Sadəcə usta gətirib nə etmək lazımdır? Kafeli yapışdırmaq lazımdır. Buradan da belə göstərirəm, qəşəng hər tərəfli. Bir daha demək istəyirəm ki, hamı yaxşı bilir ki, bunu demək istəyirəm. Tək elə torpağın özü 32 bin manat pul eləyir. Yəni 32 sot torpaq. Elə bir ki, mən sənə evi pay verirəm üstündə, belə deyim. Yəni bu evlə, gördüyünüz bu evlə bir yerdə 32 sot torpaq, cəmi 35 bin manat
Bütün sənədləri, qupçası, hər bir şey ideal yerindədir. Səhifəmizdə nömrəmiz qeyd olunub. 7-24 saat yazar və yazan gedə bilərsiniz. Esselamu Aleyküm və Rəhmətullah.